Dəyərli izləyicilərimiz, baxın, ev gəlmişəm çəkmək istərdim. Düz marşrut qapının. Gedirəm evini təqdimatını etmək sizlərə. Bu evimizin həyətyan sahəsidir. Həyətyan sahəsinə 2-3 maşın rahatlıqla daxil olur. İlk öncə videonu bəyənin, YouTube kanalımıza abunə olun. Suyu, qaz işığı daimidir. Kanalizasiya mərkəzidir. Evimiz yerləşir Masazır qəsəbəsində. 569 özünüz gördünüz. Düz o marşrut yolun üstündədir. Bura evimizin giriş hissəsidir. Pilləkən gördüyünüz kimi tam betondur. Giriş hissəsindən sağ hissədə evimizin zalıdır. Bura evimizin mətbəx hissəsidir. Bura isə evimizin hamam sanuzelidir. Nəzərinizə çatdırım ki, kombi xəttləri, su xətti hər biri çəkilib və evimizin birinci mərtəbəsinin mətbəxi, koridoru və hamam sanuzeli istif oldu. Bu isə kollektorlardır, dəyərli izləyicilərimiz. Yox, birinci mərtəbə ümumilikdə istif oldu, zal da istif oldu. Çünki kombi xətti görmürəm burada. Ümumilikdə istif oldu. Dəyərli izləyicilər, qalxıram ikinci mərtəbəsini təqdim etməyə evi. Evimiz paket kupsadır, dövlət ipotekasına da yararlıdır. Qiymət 115.000 manatdır. Bu qiymətə bugünkü gün bazarda belə ev yoxdur. Bu, deməli, sol hissədə, ikinci mərtəbədən qalxdıqda sol hissədə daha bir hamam sanuzeldir. Bura isə bir yataq otağıdır. Bura isə yataq otağı deməyim, buranı da zal eləmək olar. Burası digər yataq otağıdır. Evimiz ümumilikdə 4 otaqdan ibarətdir. Gördüyünüz kimi marşrut bayaq biri getdi, ucu ikincisi qayıdır. Yəni marşrut dayanmadan işləyir. Ucu videonu 2 dəqiqədə çəkirəm. Marşrutun intervalını hesablasaz 3-4 dəqiqə eləyər maksimum. Çəkişə başlayanda biri gəldi, biri qayıdır. Bura isə gördüyünüz kimi həyətyan sahəsidir. Bura isə məktəbli dəyərli izləyicilərimiz. Qiymət çox münasibdir. Mərtəbə arası monolit betondur. Evimiz çox keyfiyyətlidir. İnşallah gələrsiniz, ev yiyəsi ilə görüşdürərik. Real alıcılara çox gözəl endirim olacaq. Gəlin inşallah ev yiyəsi ilə görüşdürəyin dəyərli izləyicilərimiz. Və nəzərinizə çatdırım ki, kanalda abunə olun. Çalışın kanalımızdakı evləri izləyin. İnşallah ki, Allah hər kəsə ev nəsib eləsin. Sağ olun, salamat qalın.